Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu gün 2019-da birinci qrupların qəbuluna düşmüş belə bir suala baxacağıq. Bizə deyir ki, BY perpendikulyardır AS'ye, DF perpendikulyardır AS'ye, BY bərabər 3, YF bərabər 8 olarsa, ABCD dördbucaqlısının sahəsini tapın. Deməli, bizə verib ki, BY bərabərdir 3, bura 3'dür. Və buranı bizə 8 verib. Baxın, biz nə edərik burada? İkinci bir diagonal çəksək buradan. Belə bir diagonal çəksək. Bakın bu taraf A, bu taraf B. Bilirik ki düzbucaqlıda diagonallar beraber bölünür. O zaman bu tarafta B olacak, bu tarafta diğer taraf olduğu için A olacak. O zaman bu hündürlükle bu hündürlük beraber olur. Bura 3. Ve beraber bölündüğü için bu 8 bura beraber paylanacak ve bura 4, bura 4 olacak. Həmçinin burada düzbucaqlı 3 bucaq aldığından B'ni taparıq biz. Katetlər 3, 4 olduğu için hipotenuz da 5 olar. Deməli 4 imişsə bura neçə imiş 5 olur, burada 1 imiş. Bərabərdirlər deyə. İndi tapdıq bura 1, bura 4, 4, 1. Ümumilikdə bizim diagonalımız olur 10. Düzbucaqlının da sahəsi S bərabərdir. Diagonal, yəni 10 vurulsun hündürlük, diagonal çəkilmiş hündürlük, yəni 3 olduğundan S dördbucaqlığımız neçə olur bizim? 30. Cavabımız olur 30.